Herkese salam dostlar. Bugün de yepyeni bir video ile dostlar. Bugünkü videomuzda özel basımlar videosudur dostlar. Bu videoda 6 tane oyuncusunun özel basımını göstereceğim ve eğer ki siz bu videonu beğenseniz ve başka oyuncuların da özel basımlarını isteseniz sadece yorumlarda hansı oyuncular olsun diye yazın. Növbəti videoda da onları gösteririz dostlar. Ben de seni çok seviyorum. Hikayeden önce tuvalete gidebilir miyim? Çünkü çok çişim geldi de. Tabii ki ama acele et. Yeni hikayeyi sana anlatmak için sabırsızlanıyorum. Hemen geliyorum. Burada mən hamısını qeyd etmişəm. İlk öncə hamıya hədiyyə edilən Lionel Messi'nin o kartından başlayaq. Yəni bu kartdan. Öncəliklə bu kart gördüyünüz kimi bu səviyyələrdədir və bunu necə basmaq lazımdır? Öncəliklə bunun buradan hızını gətirirsiniz. Baxın bu şəkildə 90 edirsiniz. Daha sonra bunun buradan hızlanmasını da gətirib 80 səviyyəyə qədər çıxardırsınız dostlar. Yəni sürəti olduqca yüksək səviyyələrə gətirib çıxarırsınız. Daha sonra buradan gördüyünüz kimi verdik. Bizim buradan falsoya artırırıq və paslarını da dostlar 90 üzərinə çıxardırıq və geri qalanını da buraya yatırırıq bu şəkildə. Gördüyünüz kimi hal-hazırda burada baxın 2 dənə çəkimə, pas verməyə 2 dənə, top sürməyə 4 dənə, qıvraqlığa 9 dənə və alt vücud gücünə də 12 dənə verdi dostlar. Messi'nin özəl basımı bu şəkildədir. Gördüyünüz kimi neçə dənə özəlliyi 90'ın üzərinə çıxdı dostlar. Bu Messi'nin özəl basımıdır. Gələk bundan sonra Messi'nin kartını qoyaq kənara. Bu səfər Edinson Cavani'yə gəlirik dostlar. Edinson Cavani də normal şəkildə 88'lik menajerlə gördüyünüz kimi bu şəkildədir. Və Edinson Cavani'nin buradan sürətlənməsini artıraraq ofansif farkındalığı 90'a çıxardırıq. Hızı da dostlar şut gücü 90'a qədər çıxana qədər hər ikisini 85 səviyyələrdə saxlayırıq. Zıplamasını isə kafa vuruşu 90 olacaq şəkildə ayarlayırıq dostlar. Bitiriciliyinə gəldikdə bitiriciliyin də 88 olmalıdır və buradan biz geri qalanını da top sürməsinə veririk dostlar və bu şəkildə Edinson Cavani'ni gücləndirmiş oluruq. Əgər bir gücləndirici basmaq istəsə artıq o sizin özünüzə qalıb. Mesela memnun kalmadınız mı? Çok basit. En yakınınızdaki PTT şubesine gidiyorsunuz. Bizzat şahsıma mektup yazıyorsunuz. Sikimin keyfine göre. Belki iptal ederim, belki etmem. Keyifli izlemeler. Bunun da özəl basımı bu şəkildədir. Çəkmə 9 dənə, top sürməyə 7 dənə, qıvraqlığa, mən bu sözü niyə deyə bilmirəm, qıvraqlığa 10 dənə, alt vücud gücünə 9 dənə, hava gücünə də 6 dənə vermiş olursunuz dostlar. Cavani'nin də özəl basımı bu şəkildədir. Daha sonra buradan gələk Jordan Pickford'a. Jordan Pickford qapçımızdır bizim. Ne olsun ki qapçımızdır? Hə, bu qapçımızdır. Hal-hazırda gol şeyi orada da, yəni onun nəsə başı. Üçgenim. Ben bir kareyim. Ben bir orospu çocuğu. Çok danışamadım şey. Buradan bunu artırırsınız 90 səviyyələrə qədər, bunu 90 səviyyələrə qədər və bunların hər ikisini 90 səviyyələrə qədər dostlar gətirirsiniz. Buradan sıçramaya da maksimum şəkildə verib 82'yə qədər çıxarırsınız. Hətta mən çoxsunda bunu buradan alıb buna verirəm. Yəni bu şəkildə eləyirəm, amma o artıq sizin öz işinizə qalıb. Bu şəkildə də edə bilərsiniz ki, daha yaxşı olsun. Hava gücü 8, kale 1'ə 7, kale 2'yə 11, kale 3'ə də 9. Bunlar yəni başdan atma şeylər deyir. Hamısını burada vərəqdə gözlüm bir dəqiqə. Vərəqdə burada qeyd etmişəm. Dillerin yanacak. Ateşle oynama, Kabil'le oynama. Sonunda ellerin, dillerin yanacak. Dilersen kalbini. Və bu qeyd etdiklərimi də buradan indi göstərirəm ki, basaq getsin. Daha sonra Alexander nədir?
Alexandro Bastoni. Bastoni'də dostlar gördüyünüz kimi bu şəkildədir. Heç bir ikinci bir menejer yoxdur. Yəni hamısında sadə menejerləndir dostlar. Bunun zaten hızlanması dostlar olduqca qəşəngdir. Bunu sadəcə buradan gördüyünüz kimi savunma özelliklerini artırırsınız, kafa özelliklerini artırırsınız və kafa özelliklərində bu şəkildə fiziksel təmasını 90'a qədər çıxarmağınız gərəklidir. Daha sonra buradan bunun savunmasına da verə bilərsiniz, hızına da. Mən burada görüm hansına vermişəm. Hə, mən hızına vermişəm. Buradan hızın çıxartmışam bu səviyyələrə. Yəni hızlı bir stoper düzəltmişəm dostlar. Kıvraqlığa 4 dənə, hava gücünə 10 dənə, savunmaya da 11 dənə vermişəm dostlar. Bu bir dənə qalıb, bir dənəni də buradan nə bilim hızına verim, basın geçsin. Heç mən ona fikir verməmişəm burada basanda. Bu şəkildə basırsınız dostlar, gedir. Yəni sürətli mi? Sürətli, fiziksel teması olan, yəni çiyini qoydumu dağdan, kafa vuruşları yüksək olan bir Bastoni düzəltmiş oluruq dostlar. Pulum olsa ilə bahalı kompüter alaram. Pulum olsa bu Nikolay'ın işığını yoldan tapıb koymaram. Pulum olsa 15 euroya ikinci əldən bunu almaram. Pulum olsa sigaret alıp çəkərəm. Pulum olsa kameranı fırlamıram. Burada ne əşya görürsünüz hamısı Almanların yola koyduğu əşyalar. Son oyuncumuz da Endolo Kante'dir. Dostlar Kante'nin bu arada kartı çok qəşəngmiş ha. Yəni mən heç ona fikir verməmişəm. Kante'nin oyun performansını artırmaq üçün buradan baxın sadə savunmasına bu şəkildə verib hamısını 90'ın üzərində tutursunuz dostlar. Zaten bu kart olduqca güclü bir kartdır. Çox da bir şeye ehtiyac yoxdur. Buradan bunu 81'e getirirsiniz. Buradan bunu 90'a, buradan bunu bu da 90 idi. Daha sonra dostlar bunun top sürmə, sıkı top tutmasın 80 və 80'ın üzərində gətirib saxlayırsınız. Alçaqdan, yüksəkdən pasın 80'ə gətirirsiniz və geri qalanını da buradan sıçramasına vermişəm. Sıçramasına da bu şəkildə artırmışam. Sıçramada 90'a gətirmişəm. Geri qalanını da bura verək. Və bu şəkildə Endolo Kante'nin də özel basımını göstermiş olduk dostlar. Buradan duellini de verdiğiniz zaman Endolo Kante'de bu seviyelere kadar gelip çıkmış olur. Savunması var mı? Var. Top tutma, sıkı top tutması çok yüksek seviyelerde. Hızlanma da dostlar olduğu için öz yerindədir. Bu kartda bu şəkildə özel basımıdır. Pas verməyə 6, top sürmə 9, kıvraqlıq 4, alt vücud gücünə 7, hava gücünə 9, savunmaya da 12. Bunlar da mənim özümün özel basımlarımda. Əgər istəsəz yoxlayarsınız. Bu artıq sizin öz seçinizin keyfinə baxır. Orasında mən deyə bilmərəm. Videomuz bu qadardır dostlar. Əgər növbəti videoda hansı oyuncuların olmağını istəsəz, videoya like edib kanalıma abunə olmağı unutmayın. Şərhlərdə yazıb öz fikirlərinizi bildirin. Sağ olun dostlar.